Ha. Doğrusu ben sizi gördüm, biraz heyecanlandım da. Yani bu kadar kitap götürürsünüz. Bak bunlar hamısı siz götürürsünüz. Ben bilmek istedim ki bu hansısa bir kampanyadır, nedir bu? Biz bölgelerde Çünkü böyle adamları görmek burada çok çətindir yani. biz bölgelerde isteyirik ki uşaqlar daha çok kitap oxusun. Biraz da telefondan əsas uzaqlaşsınlar, kitaba yönəlsinlər. Vaxtlarını kitabla keçsinlər. Ona görə də kəndlərimizdə kitabxanalar, mini kitabxanalar hazırlayırıq, yaradırıq deyək. Bu kitablarda onlar üçün olur. Biraz mən də həyecanlandım deyəsən danışa kamera önündə çətindir. Siz ikiniz bu proyekti edirsiniz, yoksa necədir? Mən Almaniyadakı cəmiyyətin sədriyəm. Vüsal bəy də burada deyəsən həm sədrdir, yoxsa Bəli, sədr müavini. sədr müavini. Ümid Yolu Xeyriyə İctimai Birliyinin sədr Yəni biz bilirik ki, Azərbaycanda kitabxanalar həddindən artıq azdır. Ümumiyyətlə rayonlarda, bölgələrdə demək olar ki, kitabxana tapmaq, yəni işlək kitabxana tapmaq çox çətindir. Ona görə də biz indi insanlara yemək aparan, yəni yemək yardım edən təşkilatlar çoxdur. Amma sırf elm baxımından, təhsil baxımından məktəblilərə kömək edən cəmiyyətlər demək olar ki, bizdə çox azdır və biz əsas ona köklənmişik ki, biz az təminatlı ailələrin uşaqlarını məktəbə göndərmək istəyirik. Yəni onlar məktəbdən geri qalmasınlar. Tədris vasitələri ilə, geyimlərlə, məktəbli geyimləri ilə, çantalarla və digər ləvazimatlarla təmin edirik. Və həmçinin də paralel olaraq rayonlarda, bölgələrdə belə kiçik işlək kitabxanaları yaratmaq istəyirik. Və onun üçün də bura gəlmişik, bədii ədəbiyyat toplayaq. Bu sizin öz təşəbbüsünüzdür. Öz təşəbbüsümüzdür. Mən indi bunu yayından sonra dostlarım arasında hər kəs yazacaq ki, bu insanları biz hardan tapaq yəni, necə onlara müraciət edək? Biz sizə öz məlumatlarımızı verərik. Videonun aşağısında şərh bölməsində istəyirsiniz bizim məlumatları paylaşa bilərsiniz. Həm Almaniya cəmiyyətinin, həm də burada olan yerli QHT-nin və yardım etmək istəyənlər əlaqəyə keçə bilərlər. Və yardım sadəcə pul formasında olmur. Yəni bölgədə yaşayan, bu işdə hansısa bir formada fiziki dəstək göstərmək istəyən şəxslər də bizə müraciət edə bilərlər. Məmnuniyyətlə biz onlarla işləyə bilərik. Məsələ burasındadır ki, mən 35 ildir bu kitab işi ilə məşğulam. İlk dəfədir ki, belə adam görürəm ki, yəni onlar kitab yardımı məsəl etmək istəyirlər. Uğur olsun sizə. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Siz sağ olun. Uğur olsun. Sağ olun.